bağçalarında da, ən gözəl yerlərində bir yerə toplaşmağa hər birimizə nəsib-i müyəssər eləsin inşallah. Bəli, əziz qardaşlar, inşallah ki, bugünkü söhbətimizdə Allah Taala'nın bərəkəti necə əldə etmək olar haqqında danışacağıq və Peyğəmbər sallallahu aleyhi və sələmin hədis şərifləri ilə, Quran-ı Kərimin mübarək ayələri ilə Allah Taala'nın bərəkətinin nə anlama gəldiyini və bu bərəkəti qazanmağın yollarının hansılar olduğunu inşallah ki, öyrənməyə çalışacağıq. Və təbii ki də bunların başında nə gəlir? Bunların başında axirət bərəkəti gəlməkdədir. Yəni, əziz qardaşlar, bu dünyada nə qədər bərəkətimiz çox olursa olsun, əgər ondan bizim axirət nəsibimiz yoxdursa, təbii ki, o bizim üçün heç bir fayda verməyəcəkdir. Amma axirətdə çox böyük əcrlərə nail olacaqsa, bu dünyada maddi cəhətdən sıxıntılarımız olsa da, bunda bizim üçün neçə-neçə xeyirlər vardır əlbəttə ki. Və bu zaman biz ilk öncə Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədis şərifinə müraciət edək. Deməli, Allah Rəsulu buyurur ki, kim həyatının bərəkətli olmağını istəyirsə, həyatını 3 yerə ayırması lazımdır. Bunlardan biri təbii ki, işdir. Yəni, işləməyən adamın təbii ki, bərəkəti də az olacaqdır. Yəni, nə mənada? Çünki işləməyin özü bir feili duadır. Yəni, duanın bir dil ilə edilən forması vardır, bir də əməllə edilən forması vardır. Əməllə edilən forması da bizim hərəkətə keçib çalışmağımızdır. Birinci budur. İkincisi nədir? İkincisi, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ibadətdir deyir. Yəni, ibadət olmadıqdan sonra sizin mal-dövlətiniz çox ola bilər, sizin imkanlarınız geniş ola bilər, amma o aradan ibadəti çıxardarsınızsa, ibadət aradan çıxanda sizin bərəkətiniz də deyir, orada olmayacaqdır. Yəni, həmin mal-dövlət sizə axirətdə atəşdən başqa bir şey gətirməyəcəkdir. Yəni, ona görə də ibadəti həmişə ortaya salmağınız da lazımdır. Bir digər məsələ istiğfar eləmək, tövbə eləməkdir, əziz qardaşlar. Məsələn, Ənfal surəsi 33-cü ayə var, yəni Ənfal surəsi 33-cü ayə. Orada çox gözəl bir ifadə keçir. Deyir ki, onlar istiğfar etdiklərinə görə Allah Taala onlara əzab edən deyildir. Yəni, çox böyük bir ayət kəlmədir. Yəni, bu onu göstərir ki, bir adam davamlı istiğfar eləyərsə, tövbə eləyərsə, ayə ona qarantiya verir ki, Allah Taala sənə heç vaxtı əzab eləməz. Yəni, demək odur ki, Allah Taalanın əzabından, belə deyək, rəhmətinə sığınmağın ən gözəl yolu nədir? İstiğfar eləməkdir. Bunu da bizə həmin ayət-i kərimi orada öyrətmiş olur. Məsələn, səhər-səhər qalxırıq yerimizdən, gedib dəstəmaz alacağıq. Dəstəmaz alana qədər təbii ki, bir neçə addım yol gedirik. O bir neçə addımda əstəğfurullah, əstəğfurullah, əstəğfurullah deyə gedə bilərik. Orada istiğfar edə bilərik. Və yaxud da yolla çıxırıq, harası iş yerinə gedirik. Yolla gedərkən də məsələn, Rabbi xfirli, ya Rabbi sən mənə bağışla, sən mənə bağışla deyə. Bu şəkildə istiğfarımızı nə qədər artırırıqsa, bərəkətimiz də, əziz qardaşlar, bir o qədər artmış olur. Həm də, əziz qardaşlar, istiğfarın bir digər yanı da odur ki, İnsanın qəlbini kirlərdən təmizləyir. Məsələn, sən nə qədər günah işləyirsənsə, qəlbin yavaş-yavaş kirlənir. Beləcə səni narahat etməyə başlayır. Necə ki, əyninə kirli bir paltar geyinəndə insan baxır, görür ki, biraz daralır, sıxılır. Kirli paltar onu narahat edirsə, kirli qəlb də eyni şəkildə insanın mənəviyyatını narahat edən bir məsələdir. Ona görə siz deyir, belə deyək, tövbə etdiksə, istiğfar etdiksə, qəlbiniz də deyir, təmizləndiyi üçün siz daha rahat, daha gümrah hiss edəcəksiniz özünüzü və beləcə həyatınıza da sanki bir bərəkət qatılmışcasına ömrümüzü rahat bir şəkildə, huzur dolu yaşamağa deyir, davam edəcəksiniz bu şəkildə. Təbii ki, bunlar çox gözəl nəsihətlərdir bizim üçün. Bir digər məsələ də qohumluq əlaqələrdir, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Deyir, kim ömrünün bərəkətlənməsini və ruzisinin artmasını istəyirsə, qohumluq əlaqələrini deyir, möhkəm saxlasın. Yəni, bu çox böyük, önəmli məsələdir. Məsələn, günümüzdə elə bir insanlar içində bir ifadə yayılır ki, insana yalnız özüdür deyir. Yəni, belə bir müasir dövrün şeyi var ki, insan yalnız özünə baxacaq olan özüdür, başqa kimsədən insana bir fayda toxunmaz. Yəni, sən özün özüvə, belə deyək, kəfilsən, başqa heç kim sənə kömək etməyəcək deyə belə bir ifadə var. Amma bu ifadələr, bu şəkildə söyləmlər insanın bərəkətini azaldan ifadələrdir. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim qohumlarını daha çox sevərsə, qohumlarına daha çox bağlanarsa, Allah Taala onun ömrünün bərəkətini də bir o qədər deyir, artırmış olar. Bunu da Allah Rəsulu bizlərə bir qarantiya kimi verməkdədir, əziz qardaşlar. Bir digər məsələ də biz baxırıq ki, ətrafımızda olan bir çox şeylərdə də bir bərəkət vardır. Məsələn,
Suyun özünə baxaq. Yəni suyun özündə gör nə qədər bərəkət vardır. Yəni insanın bədəninin yarıdan çoxu sudan ibarətdir. Kainatın nə bilim yarıdan çoxu sudan ibarətdir yer kürəsinin. Sonra nə bilim su bir yerə yağanda orada ancaq yaşıllıqlar olur. Yəni bu şəkildə suda da bir bərəkət olduğunu görürük. Və Allah Teala da bizim o bərəkətdən istifadə eləməyimiz üçün bizə bir dəstəmaz ibadətini bizim qarşımıza qoyubdur. Yəni gör su nə qədər bərəkətlidirsə deyir. Məsələn, üzvü yuyanda üzündə olan günahlar tökülmüş olur. Əllərini yuyanda əllərindən işlədiyinin günahların kirləri oradan yuyulmuş olur. Ayaqlarını yuyanda həmin suyun bərəkəti ilə sənin ayaqla hara ki günah yerlərə getmisən, o günah yerlərə getdiyin o kirlər, paslar deyirsən ayaqlarından yuyulub bu şəkildə tökülmüş olur deyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni bu da suyun bir bərəkətinə işarədir əziz qardaşlar. Və hətta deyir su o qədər bərəkətlidir ki, bir insan deyir dəstəmaz alandan sonra, dəstəmazı qutarandan sonra bir dəfə kəlmə-i şəhadət gətirərsə, həmin kəlmə-i şəhadətlə cənnətin bütün qapıları deyir onun üzünə açılmış olur. Bunu Allah Rəsulü bizlərə bu hədis şərifində öyrətmiş olur. Aleykümselam. Və ən bərəkətli sözlərdən biri də Allahın adıdır təbii ki də. Yəni Allahın adından daha bərəkətli bir şey bizim qarşımıza heç vaxt çıxa bilməz. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hər işə başlayanda işinizin bərəkətli olmağını istəyirsinizsə, Allahın adını çəkərək o şəkildə başlayın. Və bir digər hədis şərifdə keçir ki, Allahın adı çəkilmədən başlanılan heç bir işdə deyir bərəkət ola bilməz. Yəni sən bir işə başlayarkən deyir, əgər Allahın adını çəkməmisənsə, Bismillah deyib başlamasansa, sən deyir o işdən heç vaxt deyir bərəkət gözləmə, orada bərəkət o da ola bilməz. Məsələn, Allah Teala'nın bir digər adı nədir? Salam adıdır. Yəni Allah Teala'nın adlarından biridir. Ona görə biz həmişə bir-birimizlə qarşılaşanda Əssəlamu aleykum və yaxud Salam aleykum şəklində bir-birimizi salamlayırıq. Məsələn, Quran-Kərimdə də Quran ayəsi keçir ki, evinizə daxil olanda salam verərək deyir, daxil olun evinizə. Çünki evinizi bu şəkildə bərəkətləndirə bilərsiniz deyir. Və məsələn, biz evə bəzən daxil oluruq, görürsən evdə heç kim yoxdur. Deyir, evdə heç kim olmayanda belə yenə də deyir salam ver. Çünki sənin evində mələklər var deyir. O zaman deyirsən, Əssəlamu aleykum və rəhmətullahi bərəkatuhu deyəndə Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun deyirsən mələklərə və mələklər də deyir bu vəsilə ilə həmin salamı sənə geri qaytarırlar və sənə də ey insan sənin də üzərinə Allahın salamı, rəhmət və bərəkəti olsun deyə bu şəkildə onlar da deyir dua eləmiş olurlar sənə. Yəni bu cür baxırıq ki, bərəkət vəsilələri vardır. Daha sonra əziz qardaşlar məsələn bir qoyunla itin nümunəsini verə bilərik. Yəni qoyuna baxırsan ki, qoyun neçə aydan bir balalayır. Hər dəfədə bir bala verir. Amma itə baxırsan ki, it hər dəfə balalayanda 5-6 dənə balası dünyaya gəlir. Amma qoyunun sürüləri yaranır, eyni zamanda itin sürüləri yaranmır. Nəyə görə yaranmır əziz qardaşlar? Aleykümselam. Çünki Allah Teala deyir, qoyuna bərəkət verib, amma itə deyir, bərəkət verməyib. Ona görə deyir, qoyunun sürüləri yaranır, amma itin sürüləri yaranmır. Bu məsələdə alimlərimiz biraz düşünüblər, təfəkkür ediblər. Nəyə görə Allah Teala qoyuna bərəkət verir, amma itə bərəkət vermir şəklində bir araşdırma aparıblar. Həmin araşdırmanın bu şəkildə bir cavabını tapıblar ki, qoyun çox sakit heyvandır. Qoyunun heç vaxt heç bir heyvanla işi olmaz. Heç vaxt heç nəyə zərəri dəyməz. Amma it baxırsan ki, bəzən durduq yerə hürür, başqalarını narahat eləyir. İt bir də görsən, heç günahı olmayan bir adamı gedib tutur məsələn, qapır həmin insanı. Ona görə də qoyundan heç kimə zərər gəlmədiyinə görə Allah Teala qoyuna bərəkət verir. Amma itdən bəzi hallarda başqalarına deyir, zərər gəldiyi üçün itin bərəkətini alır deyir Allah Teala. Ona görə əziz qardaşlar, biraz fikirləşəndə əslində bu insanlar üçün də bu şəkildədir. Yəni biz insanlar da nə vaxt ki təvazökar olmağı bacaracağıq, nə vaxt ki sakit olmağı bacaracağıq, nə vaxt ki başqalarına bir zərərimiz toxunmayacaq, o zaman Allah Teala bizi bərəkətləndirəcək. Yox, əgər biz də həmin misalı bizdən uzaq, həmin o heyvan kimi bəzi insanlar da başqalarını baxırsan ki, ancaq meşatçılıq törədirlər, başqalarına zərər vururlar, başqalarını pis işlər görürlər. O zaman onların da Allah Teala bərəkətini nə edəcəkdir? Çəkilib oradan alacaqdır. Məsələn, baxdığımız zaman biz görürük ki, həqiqətən bərəkət məsələsində bir çox nüanslar vardır. Məsələn, biz Allah Teala buyurur ki, hər insan ana bətnində olarkən, ana bətnində dünyaya gəlməmiş, Allah Teala onun ruzisini yazır.
Məsələn, sən bu qədər pula sahib olacaqsan, sən bu qədər yemək yeyəcəksən, sənin bu qədər dünyada mal dövlətin olacaqdır. Bunu Allah Teala deyir, qabaqcadan yazır və heç bir insan da dünyaya gəldikdən sonra o yazılandan nə bir qarış çox, nə bir qədər az bir mal-mülkə sahib ola bilməz. Orada nə yazılıbsa, bütün insanlar deyir, onu sahib olacaqlar. Buna yəni Allahın qədəri deyilir. Allahın bu şəkildə qədəri vardır. Və məsələn, bəzi insanlara baxırsan ki, ölüm ayağında olurlar, ölüm döşəyində olurlar, amma o adam bir türlü canını tapşıra bilmir, ölmür həmin adam. Nə vaxt ki, deyir, onun boğazına bir qurtum su verirlər, məsəl üçün belə adamlar var, boğazına deyir, bir qurtum su verirlər, qaldırıb otururlar, o suyu içir, ondan sonra baxırsan ki, həmin adam rahat deyir, dünyasını dəyişir. Nəyə görə deyir, o dünyasını dəyişəmirdi? Çünki onun ruzisində o bir qurtum su da orada yazılmışdı. Əgər o bir qurtum su onun mədəsinə getməsəydi, orada deyir, onun əcəli gəlib çata bilməzdi. Yəni, bu şəkildə hətta ölüm ayağında belə, əgər deyir, sənin ruzin tamamlanmayıbsa, sən hətta əcəlini belə gəlib çata bilmirsən, ruhunu belə təslim edə bilmirsən. Ona görə də, əziz qardaşlar, burada Allah Taala'nın ruzisinə kəfil olduğunu bizlərə bildirmiş olur ki, biz bu ruzini sizə verəcəyik. Məsələn, ana bətnində olanda bir boru vasitəsilə insanı qidalandırır. Daha sonra dünyaya gələndə süd vasitəsilə insanı qidalandırır. Biraz böyüyəndən sonra dişlərin çıxmağa başlayanda bütün ev xalqı başlayır sənə qulluq eləməyə, sənə can yandırırlar, sənə hər bir şeyini təmin etməyə çalışırlar. Amma deyir, nə zaman ki, deyir, böyüdün, güc qüvvət qazandın, o qüvvəti qazanandan sonra artıq Allah Teala deyir ki, sən öz ayaqlarının üstündə durmağı bacarmalısan. Mən bu yerə kimi sənə ruziyə kəfil oldum, ruzini sənə verdim. Düzdür, bundan sonra da sənə ruzini verəcəm. Bundan sonra da ki, ruziyə kəfiləm. Amma bu ruzini necə qazanacağın səndən asılıdır. Sən istəsən bunu rəzil olaraq da qazana bilərsən, sən istəsən bu ruzini əziz olaraq da qazana bilərsən. Məsələn, insan deyir, heç işləməsə belə, heç harada işləməsə belə, yenə də deyir, Allah Teala onun ruzisini verər. Yəni, çünki ruziyə kəfil olduğunu deyir. Məsələn, biz dilənçilərə baxırıq, dilənçi heç harada işləmir, heç kimlə belə deyək ki, fiziki əziyyət görmür, amma Allah Teala hətta dilənçinin belə deyir, ruzisini gətirib ona verir. Amma nə vəziyyətdə verir? Zəlil vəziyyətdə verir. Amma başqa adam baxırsan ki, həmin adam çalışır, axşama kimi zəhmət çəkir, vuruşur, o adamın da Allah ruzisini verir, onun ruzisini də əziz olaraq verir Allah Teala. Məsələn, bir məmur, bir iş adamı baxırsan ki, ondan rüşvət alır, bundan rüşvət alır, onun haqqına girir, bunun haqqına girir, onun da Allah Teala ruzisini verir. Amma onun ruzisini verdikdən sonra ondan o bərəkətini çəkib alır. Məsələn, həmin adam onu alladıb, bunu alladıb, ona yalan danışıb, buna yalan danışıb. Ona görə o adam cəmiyyət içinə çıxa bilmir, hamıdan utana-utana gəzir, ondan qaçır, bundan qaçır. Beləcə Allah Teala görürsünüz ki, haram qazandığına görə onun həyatından bərəkəti çəkib alır. Amma başqa bir məmur da var ki, ona kömək eləyir, buna kömək eləyir, onun əlindən tutur, bunun əlindən tutur. O da pul qazanır. O, amma nisbətən digərinə baxanda az qazanır, amma onun hörmətli cəmaatı yanında çox olur. Onu hamı, belə deyək ki, yüksək səviyyədə qayğı göstərir, diqqət göstərir. Beləcə, əziz qardaşlar, iki cür insan olur. Bir insan halal qazandığına görə Allah Teala onun qəlbinə fərahlıq verir. Allah Teala həm mələklərin gözündə, həm insanların gözündə onu ucaldır. Amma haram qazanan insanı isə cəmiyyət içərisində, belə deyək, hörmətsiz biri kimi Allah Teala onu tanıdır. Allah Teala nəinki insanlara, hətta mələklərinə belə o kəsləri deyir, aşağı rəzil biri olaraq tanıtdırır ki, bax, bu insanlar içində ən rəzil olanlarından biri də bu şəkildə deyir. Yəni, ona görə də, əziz qardaşlar, bərəkət sadəcə çox qazanmaqla asılı olan bir şey deyil. Bərəkət nədir? Bərəkət Allah Teala'nın insanın qəlbinə yerləşdirilmiş olduğu bir neymətdir, əziz qardaşlar. Məsələn, baxırsan ki, bir adam olur, 5 nəfər tutaq ki, 5 nəfərlik bir ailədir, çox kiçik evdə yaşayırlar, amma o kiçik evdə hüzur içərisində yaşayırlar, bir-birləri ilə yaxşı yola gedirlər, bir-birlərini mehribanlıqla davranırlar, amma elə adam da var ki, baxırsan ki, 3 nəfərlilər böyük bir sarayda yaşayırlar, amma o böyük saray onlar üçün zindana çevrilir. Onlar bir-birləri ilə yola getmirlər, davamlı münaqişə içərisində olurlar. Nəyə görə, əziz qardaşlar? Çünki Allah Teala onların həyatından bərəkəti çəkib almışdı. Və məsələn, bir insana baxırsan, görürsən ki, eybəcər bir insandır. Yəni, üz quruluşunu Allah Teala onu biraz çirkin yaradıbdır. Deyirsən ki, məsələn, bu kiminlə ailə həyatı quracaq, bu kiminlə evlənəcək deyirsən. Amma baxırsan ki, Allah Teala onun qismətinə gözəl bir qadın çıxardır, onunla evlənir və xoşbəxt bir həyat tərzi yaşayırlar. Amma elə adam da var ki, baxırsan ki,
çox yaraşıqlı bir adamdır. Deyirsən ki, yəqin ki, bu çox gözəl bir ailə keçirəcəkdir, həyat yoldaşı ilə sahib olacaqdır. Amma baxırsan ki, o çox belə deyək ki, münaqişələrlə dolu bir həyat keçirir və bir müddətdən sonra o ailə həyatı da dağılıb gedir. Nəyə görə? Çünki Allah Təala onun həyatından o bərəkətini çəkib almışdı. Yəni ona görə də əziz qardaşlar, bu məsələlər qıraqdan baxılan kimi deyildir. Yəni halalla qazanan deyir az qazanc, haramla qazanan çox qazancdan deyir daha bərəkətli olur. Məsələn, bir insan belə götürək ki, deyir haramla qazanar, çox qazanar, amma o qazancındakı bərəkəti itirdiyinə görə Allah Təala o qazancla deyir ona huzur verməz. O qazanc davamlı onun üçün problemlərə gəlib çıxa bilər, problem yerlərə xərclənə bilər. Yəni bu şəkildə bunu da Peyğəmbər sallallahu əleyhi və səlləm bizlərə bildirir. Və ona görə də deyir ki, əgər deyir həyatınıza bərəkət qatmaq istəyirsinizsə, dua eləyin. Yəni Allah Taala'ya dua eləyin ki, ya Rəbbi sən bizə bərəkət ver deyə Allah Taala'ya yalvarın həmişə. Bir dəfə, iki dəfə deyir, davamlı deyir Allah Taala'ya israrlı bir şəkildə dua eləyin. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm 13 il Məkkə dövrünü yaşadı və 13 ildə onun çəkmədiyi əzab-əziyyət qalmadı. Həmin Məkkə dövründə o heç vaxtı təslim olmadı, davamlı dua və 13 ildən sonra Allah Teala ona Mədinədə bir hökmranlıq nəsib elədi. Belə deyək ki, İslam dövlətinin başçısı olmaq onu şərəfinə nail elədi. Və yaxud da, məsələn, Həzrət Yaqub aleyhissalam oğluna qovuşmaq üçün 40 il deyir dua elədi. Yəni 40 il duadan sonra Allah Teala onu oğluna qovuşturdu. Daha sonra Həzrət Yusuf aleyhissalam 12 il zindanda qaldı deyir. Yəni 12 il boyunca gör bu adam Allah Teala'ya nə qədər inanıb ki, Allah Teala'ya nə qədər bağlı olub ki, davamlı dua edib və 12 ilin tamamında o imtahandan üzü ağ çıxıb və Allah Teala onu oradan çıxarıbdı. Məsələn, Həzrət Eyyub aleyhissalam 18 il deyir xəstəliklə müalicə apardı, daha doğrusu mübarizə apardı. Heç vaxt təslim olmadı və Allaha davamlı duası səbəbilə Allah Teala onu o xəstəliyin şərrindən mühafizə elədi və qurtardı. Ona görə də əziz qardaşlar, biz də həyatımızın bərəkətlənməyini istəyiriksə, müəyyən şeylərə səbr etməliyik və bu səbrimizin müqabilində də davamlı dualarımızı da əks etməməyimiz lazımdır. Sonda Allah Teala dua edək ki, Allah Teala işlərimizə, evlərimizə, Allah Teala gələcək həyatımıza bərəkət ihsan eyləsin. Huzur Rəbbimizə dua eləyək ki, Allah Teala bərəkətsizliyin şərrindən hər birimizi mühafizə eyləsin inşallah. Və selamun aləl mürsəlin və elhamdülillahi rabbil aləmin.